Qeyri-bərabər rəqabət səhm alarkən sizi əsasən şirkətin böyüməsinə və iqtisadiyyatın inkişafına şərik olursunuz. Səhm bazarı uzun vəddə hər kəsin qazana biləcəyi bir oyundur. İqtisadiyyat böyüyür, şirkətlər dəyərlənir və investorlar qazanır. Opsiyon bazarında isə ortada yeni bir dəyər yaranmır. Sizin qazandığınız hər $1 stolun o biri tərəfdəki kiminsə itirdiyi $1-dır. Və ya tərsi, sizin itirdiyiniz pul başqa birinin birbaşa cibinə gedir. Bəs stolun o biri tayında kimlər oturub? Evdə sizin kimi telefondan proqrama baxan sıravi bir insan? Əlbəttə xeyr. Stolun o biri tərəfində dünyanın ən böyük market makerləri, investisiya bankları və institutional fondlar oturur. Citadel, Jane Street, Goldman Sachs kimi nəhəngdə. Bu qurumların milyardlarla dollar kapitalı saniyənin mində biri sürətində ticarət edə bilən superkompüterləri var və onların minlərlə riyaziyyatçı, fizik və proqramçıdan ibarət olan komandaları bu cür tərəmə alətlərin alqoritmlərini yazır və siz sadəcə 1-2 YouTube videosu izləyərək ordunun qarşısına tək çıxırsınız. Siz opsiyon alarkən verdiyiniz o ilkin ödəniş məhz həmin qurumların cibinə gedir. Onlar eyni anda milyonlarla insanın bu ümidləri satır. Riyazi olaraq ehtimalları hesablayır və mütləq qalib olacaqları bir sistem qururlar. Statistika çox vaxt amansızdır. Alınan opsiyon müqavilələrinin təxminən 70-80% vaxt bitdikdə dəyərsiz, yəni sıfır olur.